Salam uşaqlar, bugün sizinlə 27 aprel 9-cu sinif buraxılış imtahanına dəstək məqsədi ilə ümumi sınaq işləyəcəyik. Gəlin onda buranı silək, keçək sınağımızın izahına. Təbii ki, istəyirsinizsə əgər imtahana bir gün qalmış, canlı açarıq, orada da biraz sual işləyərik və sizə öz məsləhətlərimi verərəm. Əgər istəyirsinizsə şərh bölməsində mütləq şəkildə öz fikirlərinizi qeyd edərsiniz. Deməli, birinci sual deyir, bir hərlisinin qüvvəti 9 olarsa m-i tapın. Deməli, onda qüvvətlərin cəmi nə olmalıdır? 9-a bərabər olmalıdır. Burada 2 ilə 4-ün cəmi 2 üstəgəlsin 4, bir də üstəgəlsin 12 bölünsün m kvadratı. Bərabər 9 olmalıdır. Buradan da 2 ilə 4-ün cəmi eləyəcək 6. Digər tərəfə keçsək, olacaq 12 bölünsün m kvadratı bərabər 9-dan 6 çıxsaq qalacaq 3. Buradan da m kvadratını tapsaq, m kvadrat bərabər olacaq 12 bölünsün 3. O da yəni eləyəcək 4. Hər tərəfdən kök alsaq, m bərabər olacaq plus minus 2-yə. Amma biz burada fikir verməliyik ki, m çıxılsın 2 məxrəcdə olduğu üçün onu fərqli götürməliyik. Nədən? Sıfırdan, yəni sıfıra bölmə yoxdur. Buradan da m fərqli olmalıdır. Nədən? Müsbət 2-dən. Deməli, biz burada müsbət kökünü götürməyəcəyik. Ancaq mənfi 2-ni götürməliyik. Yəni, doğru cavab burada olacaq B variantı. Keçək növbəti ikinci sualımıza. Deməli, deyir ki, Zakirin pulunun 1/3 hissəsi Dənizin pulunun 5/2 hissəsinə bərabərdir. Zakir və Dənizin birlikdə 220 manat pulu olarsa, Dənizin neçə manat pulu olduğunu tapın. Tutaq ki, bura yazıram, böyük Z yazdım. Zakirin pulu tutaq ki, x manatdır. Burada yazıram, Dənizin də pulu tutaq ki, 1 y manatdır. Deyir, onların pulları cəmi nə qədərdir? Birlikdə 220 manat pulları var. Onda x üstə gəlsin, y cəmi neçə olmalıdır? 220 manat. Və deyir, Zakirin pulunun 1/3, yəni x-in 1/3 elə olacaq nə? 1/x üstə gəlsin, Dənizin pulunun 5/2. Dənizin pulu y idi, onun da 5/2 olacaq. 5/2 y bərabərdir. Daha doğrusu bir-birinə bərabər 5/2-sinə. Bunu bir-birinə bərabər götürəcəm. Buradan deməli sistem tənlik kimi həll eləsək, elə buradan çarpaz vursaq aşağı hissəni. Burada nə olacaq? 5x bərabər olacaq 6y-ə. İndi bizdən kimin pulunu soruşurdu? Dənizin neçə manat pulu var da, yəni y-i tapmalıyıq. Onda y ilə əvəzləsək, yuxarıda tənliyi hər tərəfini 5-ə vuraq. Burada 5x olacaq da, onun yerinə 6y yazar əvəzləsək. Olacaq 5x üstə gəlsin 5y bərabərdir 220 vurulsun 5. 220 vurulsun 5-ə. Vurmuram uşaqlar, çünki sonda böləcək ixtisar geçsin. Burada 5x-in yerinə yaza bilərəm 6y. Onda 5x-in yerinə 6y yazsam, olacaq burada 6y üstə gəlsin 5y. Yəni 11y bərabərdir 220 vurulsun 5-ə. Buradan da y tapsam, y bərabər olacaq 220 vurulsun 5 bölünsün 11-ə. Elə 11-ə ixtisar gedəcək. Qalacaq burada neçə? 20. 20-ni də elə 5-ə vursam eləyəcək neçə? 100. Deməli, Dənizin neçə manat pulu var imiş? 100 manat. Doğru cavab olacaq 2-də də B variantı. Keçək 3-cü suala. 3-cü sualda deyir, ABC üçbucağında O nöqtəsi üçbucağın xərcini çəkilmiş çevirən mərkəzdir. Paraleldir. AC-yə BO 5 verib. BO bura 5-dir. Bura 5 yazaq. OD də 3-dür. Burada 3 qeyd eləyək. AC-nin uzunluğunu soruşur. Onda elə buradan bir çevrə çəksək. Çünki xaricinə çevrə çəkilib də, onu vurğuluyur. Bunu biraz belə eləyək. Olsun, şəklimiz bu şəkildə. İndi buradan mən bir dənə də xətt çəksəm, bu da radius olacaq. Bura R-dir, burada R-dir. Və buradan burada xətt çəksəm, nə olacaq? Radius olacaq. Yəni, burada 5 olacaq da, radius da 5-dir. Hər tərəfə elə 5 yazıram birbaşa. Burada 5-dir. Deməli, bura 5-dirsə, bura düz bucaqdırsa, katetin biri 3-dürsə, katetin digəri neçə olacaq? 3, 4, 5. Bura 4 olacaq. Və burada bərabər yanlı üçbucağın təpə nöqtəsindən çəkilən hündürlük həm də mediandır. Bura 4-dürsə, burada olacaq 4. Deməli, AC cəmi 4, 4 neçə oldu? 8. Yəni, doğru cavab olacaq 3-də Y variantı. Keçək 4-cü sualımıza. Deməli, 4-cü sualda deyir ki, ABCD paralleqramında AB bərabərdir BY, yəni bu iki hissə bir-birinə bərabərdir. Sonra AY 12-dir, bura yazıram 12. BC də 17-dir, bura yazıram 17. Təbii ki, BC 17-dirsə, AD də 17-dir. Onda bura 12-dirsə, bu tərəfə nə qalır? 5 qalır. Burada yazdım 5. CD də 10-dur. Bura 10-dursa, onda bura AB də 10-dur və AB ilə BY bərabər olduğu üçün burada 10 olacaq. Deməli, bərabər yanlı burada bir trapesiya var, bir dənə də bərabər yanlı üçbucaq. Bizdən də elə BCDY trapesiyasının sahəsini soruşur. Yəni, söhbət bu sahədən gedir. Biz də bilirik ki, trapesiyanın sahəsi necə tapılır? S bərabərdir. Hündürlük vurulsun
orta xətt, yəni A plus B bölünsün 2. İndi biz orta xətti tapa bilərik. Yəni oturacaqlarımız bizdə var. Bir dənə qaldı nə? Hündürlüyü tapmaq. Gəlin indi isə hündürlüyü tapaq. Buradan bir hündürlüyü endirsəm, onda bura yarıya bölünəcək. Çünki bərabər yanlığı idi axı. Elə bayaq dediyimiz qayda. Həm də median olur hündürlük. Bura 6-dır. Burada düz bucaqlı, üç bucaq yaranır. Bura hipotenuz 10-dur. Katetin biri 6-dırsa, digəri neçə olacaq? 100-dən 36 çıxanda 64 qalır. Yəni 8 olur da. Bunu artıq siz bilməlisiniz. Ora 8-isə o hündürlük. Onda bu trapeziyanda hündürlüyü nə olacaq? 8-ə bərabər olmuş olacaq. Onda verilənləri düsturda yerinə yazsın. H-ın yerinə yazıram 8 vurulsun 2-də oturacaqların cəmi, yəni A plus B 17 üstəgəl 5. Bu da bərabər olacaq. 8 ilə 2 ixtisar gedir. Burada qalır 4. 17 ilə 5 toplayanda olacaq 4 vurulsun 22. Bu da bərabər eləyəcək necə? 88 santimetrin kvadratı. Yəni 4-də də doğru cavab oldu. A variantı. Keçək 5-ci sualımıza. Görək bizdən nə istəyir. Aha, bizə 2 dənə ifadə verib. A bərabərdir M çıxılsın 2-dir. Bir də B bərabərdir 8 çıxılsın M-dir. Və ifadəsinin qiymətini soruşur. Biz bilirik ki, A kvadratı A çıxılsın B-nin kvadratı üstəgəl 4AB açılışını da yaza bilərik və yaxud da əlavə düstur kimi də birbaşa düsturu yaza bilərəm. Amma açılışını yazım ki, siz də başa düşəsiniz. Buradan olacaq, onda A kvadratı üstəgəl birinci olaraq ikincinin 2 misli, daha doğrusu çıxılsın 2 AB, bir də üstəgəl B kvadrat. Ən sonda da 4AB-ni üzərinə əlavə edirik. Bu bərabər olacaq. Təbii ki, 2AB ilə 4AB islah olacaq. Qalacaq A kvadratı üstəgəlsin 2AB qalır çıxanda. Bir də üstəgəlsin B kvadratı. O da bərabərdir. Olacaq. Nəyin açılışı? Təbii ki, bu da A plus B-nin kvadratı. İndi verilən qiymətləri gətirək tənlikdə, daha doğrusu ifadədə yerinə yazsaq. A-nın qiyməti nə idi? M çıxılsın 2. Üstə gəlsin. B-nin qiyməti nə idi? 8 çıxılsın M. Bir də mötərizənin kvadratı. Bu da bərabərdir. M-lər islah olacaq. Mənfi 2 ilə müsbət 8 toplayanda eləyəcək 6. Və üstündə də kvadrat var. Altında kvadrat. Biz bilirik ki, 36-dır. Yəni 5-də də doğru cavab oldu A variantı. Keçək 6-cı suala. Bizə belə bir çoxluq verib. Ən sonunda deyir ki, B fərqi A kəsişir C-ni tapın. Deməli, mən ilk öncə nəyi tapmalıyam? A ilə C kəsişəndə hansı, neçə element yaranır və bunlar hansılar? Deməli, A ilə C-nin kəsirməsi M var hər ikisində. Buraya yazıram M. Biraz səliqəli yazaq M. Sonra nə var? Hər ikisində iştirak eləyən, yəni kəsirməsi hər ikisində iştirak eləyəndə, elə deyil. Sonra var P hərfi. Buraya yazıram P. Sonra hər ikisində 4 var. Yazıram bura 4. Deyəsən başqa artıq yoxdur. Bəli, yoxdur. Deməli, 3 dənə element oldu. Deməli, A kəsişir C-ni tapdıq. Bir də B-nin elementləri. İndi B fərq A nə deməkdir? Yəni, B-nin bu kəsişmədə olmayanlar. Onda yazıram B fərq A kəsişir C-yə. Yəni, B-nin bu kəsişmədə olmayan elementlərini yazacağım. Hansılarda 2 bu burada yoxdur. Ona görə 2-ni götürəm. Sonra 3 ədədi burada yoxdur. 3-ü də götürəcəm. Sonra 4 burada var. Artıq 4-ü götürmürəm. N burada yoxdur. N-in özünü qeyd edəcəm. Sonra P hərfi. Bəli, P hərfi burada var. P-ni götürməyəcəm. T hərfi burada yoxdur. Bir də T-ni götürəcəm. Və qarşısında burada N olduğu üçün N nə deməkdir? Yəni onların sayı 1, 2, 3, 4 oldu cavab. 6-da C variantı. Keçək 7-ci suala. Deyir, tənliklər sisteminin sonsuz sayda həlli olarsa A plus B-ni tapın. Biz bilirik ki, sonsuz sayda həlli olması üçün orada A1 bölünsün A2, yəni X-in əmsalları bölünsün Y-in əmsalları, B1 bölünsün B2-yə bərabərdir sərbəst ədədlərin nisbətinə. Hər üçü bir-birinə bərabər olmalıdır. Onda sonsuz sayda həlli olur. Onda X-in əmsalı burada neçədir? 1 də yazılmayıb. Olacaq 1 bölünsün A-ya bərabərdir. Burada 3 bölünsün B-yə, olacaq 3 bölünsün B-yə, yəni əmsallar götürür. Bir də ən sonda sərbəst ədəd. Yəni 2 bölünsün 6-ya. 2 bölünsün 6 ilə 2 ixtisar gedir. Nə qalır? 3-də 1. İndi bir səfər bu 2 kəsiri bərabər götürəcəm. Olacaq 1 bölünsün A bərabərdir 1 bölünsün 3-ə. Buradan çarpaz vursaq A bərabər olacaq 3. Bir səfərdə bu 2 kəsiri bərabər götürəcəm. Çarpaz vursam. B-ni 1-ə vursam olacaq B-nin özü bərabərdir. 3-ü də 3-ə vursam eləyəcək 9. Deməli B-nin qiyməti oldu neçə? 9 və məndən bunların cəmini soruşur. Yəni 3 üstə gəlsin 9 bərabər eləyəcək 12. 7-də doğru cavab oldu Y variantı. Keçək 8-ci suala. Deyir, ifadəsinin qiymətini tapın. Onda elə birbaşa bərabərdir yazsam, bərabərdir. Olacaq kök altında 3-cü dərəcədən 4 vurulsun, kök altında 8 vurulsun. Təbii ki, 4-də 1-dən neçə çıxacaq kök? 2-də 1. Yazıram 8 vurulsun 2-də 1-ə. O da bərabərdir. Kök altında 3-cü dərəcədən 4 vurulsun. 8-i 2-də 1-ə vuranda neçə eləyir? 4. 4-dən də
Kökdən neçə çıxacaq? Təbii ki 2 çıxacaq. 4 vurulsun 2, eləcə kök altında 3-cü dərəcədən 8. Təbii ki də 8, 2 üstü 3 deməkdir. Elə bu 3-lər ixtisar gedər, qalar 2-nin özü. Yəni doğru cavab olacaq 8-də də D variantı. Keçək 9-cu suala. Deyir, olarsa A plus B cəmini tapın. Təbii ki, üstündə xətt varsa mütləq şəkildə açılışını yazmaq lazımdır. Buradan onda olacaq AB-nin açılışı 10A üstə gəlsin B. Bir də üstə gələk 10B plus A. Bu da bərabərdir 77 vurulsun. A çıxılsın B-yə bərabər. Burada 10A, bir A da buradadır. Eləcək 11A üstə gəlsin 10B, B də burada 11B. Bərabərdir 77 vurulsun, A çıxılsın B-yə. Buradan hər tərəfi 11-ə bölsək, onda A üstə gəlsin B, bərabərdir 7 vurulsun, A çıx B olacaq. Buradan da elə vurub atsaq, onda olacaq A üstə gəlsin B, bərabərdir 7A çıxılsın 7B-yə. 7B-ni digər tərəfə keçsək, olacaq müsbət 7B, 1B də burada olacaq 8B bərabərdir. A-nı da digər tərəfə keçsəm, olacaq 7A çıxılsın A, yəni qalacaq 6A-ya. Buradan da sadələşdirsək, yəni ixtisar aparsaq hər tərəf 2, olacaq 4B bərabərdir neçəyə? 3A-ya. Deməli, buradan olacaq A, B-nin əmsalı olacaq. Yəni, A bərabər olacaq 4K-ya. Bir də B də A-nın əmsalı olur. Yəni, B də bərabər olacaq 3K-ya. İndi bizdən soruşur ki, ən böyük qiymətini tapın. İndi burada ən böyük deyirsə, K-nın yerinə bir dəfə 1 yazaram. Olacaq bu ədədlərim A 4 olacaq, B 3 olacaq. Bir səfər də K-nın yerinə 2 yazsam, olacaq 8. Digərdə olacaq 6. Artıq 3 yaza bilmərəm. Çünki 3-ü 4-ə vuranda 12 eləyir. Amma burada bizdə rəqəmdə axı. Mən 2 rəqəmli ədəd necə, bir rəqəmin yerinə necə ədəd yaza bilərəm? Olmaz. Deməli, bizdən ən böyük qiymətini soruşur. Olacaq 8 üstəgəl 6. Bu da eləyəcək cəmi 14. Yəni doğru cavab burada olacaq A variantı. Keçək 10-cu suala baxaq. Deyir, çevrənin uzunluğu 30 sm olarsa radiusunu tapın. Biz bilirik ki, çevrənin uzunluğu L bərabərdir nədir? Düsturu 2pi r-dir. Bu da bərabər deyir 30 sm-dir. Pi-nin yerinə nə yazacağam? 3. Onda yazıram 2 vurulsun 3 vurulsun r bərabərdir 30-a. Buradan da olacaq r bərabərdir 2-ni 3-ə vuranda 6. 36-ya bölsəm düşəcək 5. Yəni radiusum olacaq 5 sm. Yəni onda oldu cavab B variantı. Keçək 11-ci suala. Deyir, düzgün altıbucaqlının daxilinə çəkilmiş çevrənin radiusu 2 kök altda 3 sm olarsa düzgün altıbucaqlının perimetrini tapın. Deməli, onda bura bir altıbucaqlı çəkək. Görək çəkə biləcəyikmi? Aha, bu bizim olsun altıbucaqlımız və bunu da daxilinə deyir çevrə çəkilib. Aha, bu da olsun bizim çevrəmiz. Təbii ki, bu mərkəz tam orta, altıbucaqlının tam daxilinə düşür, tən ortasına. Bizə daxili çəkilmiş çevrə deyir də. Aha, indi bunun radiusu. Buradan radiusu bura qədər çəksəm, bura deyir uzunluğu nə qədərdir? 2 kök altında 3. Burada bir, gəlin belə çəkək. Qoy daha yaxşı olsun da, özümüzə niyə əziyyət veririk? Bura olacaq 2 kök altında 3. Və digər tərəfdən buranı birləşdirirəm. Eləcə də buranı da birləşdirsəm, burada bərabər yanlı 3 bucaq alınacaq və burada perpendikulyardır. Və uzunluq onda bir tərəf qalsın. Uzunluq buranın neçədir? 2 kök altında 3. Və biz də bilirik ki, altıbucaqlının bir bucağı 120 dərəcədir və bu da tən bölür da. Bura düşür 60 dərəcə. Burada olacaq neçə dərəcə? 30 dərəcə. İndi bura 60 dərəcədirsə, deməli 60 dərəcəli bucaq qarşısındakı katet, burada düz bucaqlı 3 bucaq yaranır. Bax, hipotenuzun yarısının kök altı 3 mislidir. Deməli hipotenuz 4 imiş ki, onun yarısı 2 olub, bir də kök altı 3-ə vurmuş. Onda 30 dərəcəli bucaq qarşısındakı kateti hipotenuzun yarısı, yəni 4-ün yarısı 2. Bura 2-dirsə, bura da 2-dir. Yəni cəmi tərəf olacaq 4. Onda perimetr olacaq 6A. P bərabərdir 6A. Yəni olacaq 6 vurulsun 4 bərabər 24. Və yaxud da digər tərəfdən bu misalı necə həll edə bilərdiniz? Bu qədər qarışıqlıq oldusa, sizə qarışıq gəldisə, buradan bura qədər radiusda 2 kök altında 3-dürsə, onda buradan bura qədər də məsafə nə olacaq? 2 kök altında 3. Bu deməli oldu nə? Həm də altıbucaqlının diaqonalı, kiçik diaqonal. Onda kiçik diaqonal necə tapılırdıq? D bərabərdir A kök altında 3-ə. Onda bunu bərabər eləsəm 2 kök altında 3, 2 kök altında 3. Yəni cəmi olacaq 4 kök altında 3-ə. Yəni diametr olacaq 4 kök altında 3. Hər tərəfdən kök altında 3-lər gedər. Yenə tərəf qalacaq 4-ə. Yenə gətirib burada yerinə yazsaq, alt tərəf 4, 24 olacaqdır. Sizə artıq necə asandırsa, o şəkildə də yazın. Deməli 12-ci sual deyir, ifadəsinin qiymətini tapın. Onda olacaq 1 tam
9'da 3 eləyir. Elə ixtisar gedəndə nə qalır? 1,3-də 1. Üstə gəlsin, daha doğrusu vurulsun 0,9'da 6. 9'da 6'da 3'ə ixtisar gedəndə burada 2 qalar. Bunu da 3'ə ixtisar edilsə elə 3 qalar. Üstə gəlsin bir də 9'da 1'in özü. 1,3'də 1 neçə deməkdir? Elə 3'də 4 deməkdir. Vurulsun 3'də 2'yə. Üstə gəl 9'da 1. Bu da bərabərdir. 3'də 4'ü 3'də 2'yə vursaq, məxrəci məxrəcə, sürətdə sürətə vuracağıq. Bunu da üzərinə gələcəm 9'da 1. 9'da 8 ilə 9'da 1 toplayanda olacaq 9'da 9. Onda bir-birinə bölsək düşəcək 1. Yəni doğru cavab olacaq B variantı 12-ci sualda. Keçək 13-cü suala. Deyir ifadəsinin qiymətini tapın. Onda mən elə birbaşa burada bərabərdir yazıram. Bərabərdir. Yuxarıdan 3'ü mötərizə xaricdən çıxarsam olacaq 3 vurulsun. A çıxılsın 1. Aşağıda da olacaq modulda A çıxılsın 1. İndi burada modulda A çıxılsın 1. A hansı qiymətləri alır? 1-dən böyük, 3-dən kiçik. 1-dən böyüksə A, onda 1-dən böyüksə, yəni tutaq ki 1 2-dir. 2-dən 1 çıxanda nə olacaq? Yəni 1-dən böyük ədəddən 1 çıxanda yenə müsbət ədəd qalacaq da. Məsələn 2-dən 1 çıxanda 1 qalır və yaxud da 1,5-dən 1 çıxanda yenə müsbət bir ədəd edir. Onda müsbətsə modulda elə özü çıxacaq. Bunu da üstünə gələcəm digər tərəfdən. 5'i çıxartsaq buradan mötərizə xaricdən olacaq nə? A çıxılsın 3. Və məxrəcdə nə var? Yenə A çıxılsın 3 amma moduldadır. Bizdə A hansı qiyməti alır? 3-dən kiçik. Əgər 3-dən kiçikdirsə, modulda A çıxılsın 3'ün özünü yazmalı. Yəni A 3-dən kiçikdirsə, deməli 3-dən kiçik ədədlər hansıdır? Məsələn 2,5 olsun, 2 olsun, 1 olsun. Daha doğrusu 1'i ala bilmir. Məsələn 1,5 olsun. Yəni 3-dən kiçik ədəddən 3'ü çıxsam, yəni mənfi qalacaq. Deməli mən bunu mənfi özünə bərabər götürməliyim. Yəni olacaq 3 çıxılsın A. Yerləri dəyişir. Bu da bərabərdir. Onda A çıxılsın 1'lər ixtisar edir. Burada 3 qalır. Üstə gəlin. Burada artıq mənfini qabağa çıxartsam, olacaq 5 vurulsun, A çıxılsın 3. Burada da mənfi A çıxılsın 3. Böləndə qalacaq mənfi 5 eləyir də. Bərabər olacaq 3 üstə gəlsin. 5'i mənfi 1'ə böləndə eləyəcək nə? Mənfi 5. 3-lə də mənfi 5 toplayanda eləyəcək neçə? Mənfi 2. Yəni doğru cavab olacaq. Burada da D variantı. Keçək 14-cü suala. Deyir ki, AB və CD vətərləri Y nöqtəsində kəsişir. BMC 50 dərəcədir. Yəni bura 50 dərəcədir. AND qövsü bura 80 dərəcədir. Bizdən AYC bucağını soruşur. Yəni bu bucağı bizdən soruşur. Biz buradakı bucağı tapa bilərik. Yəni mən demişəm ki, çevrənin daxilində x şəklində varsa, o minor qövsləri toplayıb 2'yə böləndə bu ortadakı bucaq eləyir. Onda olacaq bu bucağa bir T bucağı, burada bir x deyiləm. X bərabərdir, yəni x bucağı bərabər olacaq. 50 dərəcə üstə gəlsin 80 dərəcə bölünsün 2'yə. Toplayanda eləyəcək 130, 2'yə də böləndə düşəcək 65. Deməli bu bucaq neçə dərəcə oldu? İti bucaq 65 dərəcə və bu cəmi 180 dərəcədir. Onda 180 dərəcədən çıxaram 65 dərəcəni, qalar hansı bucaq? T bucağı. Yəni bizə lazım olan bucaq. Burada çıxanda qalacaq neçə dərəcə? 115 dərəcə. Yəni doğru cavab olacaq 115. Yəni bu bucaq oldu 115 dərəcə. 15-ci sual deyir düzbucaqlı koordinat sistemində A'nın koordinatları verilib. D nöqtəsinin 3 vaid sağa, 5 vaid aşağı sürüşdürülməsini alınan nöqtədən koordinatların koordinat başlanğıcına qədər olan məsafəni tapın. Birinci sürüşdürməliyik, sonra 0,0 koordinat başlanğıcına nəzərən 2 nöqtə arasındakı məsafə düsturundan istifadə edib məsafəni tapacağıq. Tutaq ki, həmin nöqtənin koordinatları bura y olsun, burada olsun x. Mənfi 7. Tutaq ki, bura mənfi 7. İndi deyir ki, 3 vaid sağa, yəni sağ tərəf müsbət istiqamətə. Mənfi 7'nin üzərinə 3 gələndə nə olacaq? Mənfi 4. Deməli, yeni koordinatım oldu mənfi 4. Sonra deyir, y neçədir? 2'dir. 5 vaid aşağı. Tutaq ki, bura 2 olsun. 5 vaid aşağı, yəni mənfiyə doğru. Deməli, 2'dən 5 çıxsam nə qalacaq? Mənfi 3. Deməli, mənim koordinatım oldu mənfi 4, mənfi 3, yəni bu nöqtə. Və bu nöqtədən koordinat başlanğıcına nəzərən, daha doğrusu koordinat başlanğıcına qədər olan məsafəni tapmalıyım. Deməli, buradan bura qədər oldu mənfi 4 idi. Artıq məsafə deyim, müsbət 4 götürəcəm. Buradan bura qədər də neçə idi? 3. Deməli, buradan bura qədər də məsafə olacaq 3. Deməli, burada düzbucaqlı 3 bucaq əmələ gəlir. 3, 4 katetlər. Betonunuzu tapanda 3, 4, təbii ki də 5 olacaq. Artıq bunu siz kifayət şəkildə bilməlisiniz. Yəni, burada doğru cavab olacaq A variantı. Və yaxud da 3 bucağı əslində belə də çəkə bilərdiniz. Məsəl üçün, buradan bura çəkərdiniz. Bura 4'dürsə, bura 4 olacaq. Burada zaten tapmışdıq ki 3'dür, yeni 5 çıxır. Yəni fərqi yoxdur. Artıq siz necə istəyirsiniz elə çəkib həll edə bilərsiniz. 16-cı sual. Bəli. Deyir Xədicə 18 metr kvadrat xalçanı 30 günə toxuyur. Əgər Xədicə çalışma sürətini 1.5 dəfə artırsa 27 metr
kvadrat xalçanı neçə günə toxuyar? İlk öncə biz 18 metr kvadrat xalçanı neçə günə toxuyur? 30 günə. İndi sürətin 1,5 dəfə artırarsa, onda 30 günə normalda bitirirsə, yəni sürətini artırarsa daha tez qurtarmalıdır da. Yəni sən daha sürətlə işləyirsənsə, zaman artıq azalmalıdır. Məsələn, biri var normal sürətlə bir evi məsəl üçün 2 aya tikəsən, amma sən sürətini artırsan, onu 1 aya tikə bilərsən. Onda deməli, sənin sürətin artdıqca gördüyün iş daha da tez azalacaq, tez qurtaracaq. Yəni zamana qənaət etmiş olarsın. Onda 1,5 dəfə artırsa sürətin, zaman da 1,5 dəfə azalacaq. Onda 30-u böləcəm 1,5-ə düşəcək neçə? 20. Deməli 18 metr kvadrat xalçanı 20 günə, yəni 1,5 sürətlə 20 günə bitirərsə, onda 27 metr kvadrat xalçanı x günə bitirəcək. Buradan da x-i tapsaq, elə çarpaz vursaq, onda x bərabər olacaq 20 vurulsun 27 çarpaz vururuq 18x eləyir də. Sonda da 18-ə bölməliyim. Burada da ixtisar getsə 9-a, burada 2 qalar, burada 3 qalar. 20-ni də 2-yə bölsəm düşəcək 10. Onu da 3-ə vursam eləyəcək 30. Yəni doğru cavab olacaq 30 gün. Buranı təmizləyək, keçək 17-ci suala. Deyir ki, bərabərsinin ən böyük tam həllini tapın. Təbii ki, bu asandır. Olacaq 8 çıxılsın 3x böyükdür mənfi 10-dan. Buradan olacaq mənfi 3x böyükdür 8-i digər tərəfə keçsə olacaq mənfi 18. Buradan olacaq x da kiçikdir. Mənfiyə bölündə işarə dəyişməlidir. Böyüksə kiçik olacaq. Mənfi 18-də mənfi 3-ə bölündə müsbət 6. Ən böyük həlli olacaq 5. Sonra 4, 3, 2 getdikcə azalacaq. Ən böyük təbii ki olacaq 5. Buranı təmizləyək, keçək 18-ci suala. Deyək ki, funksiyasının təpə nöqtəsinin apsisi 2 olarsa, təpə nöqtəsinin ordinatını tapın. Deməli, 18-ci sualda necə eləyəcəyik? Təbii ki, bizdən təpə nöqtəsinin apsisi 2 olarsa, onda biz bilirik ki, ümumi şəklini yazım hələ. Olacaq fx bərabərdir. A vurulsun, x çıxılsın m-in kvadratı, bir də üstə gəlinsin. Elə n-in özü kəsir yazırım. Burada təpə nöqtəsinin koordinatları nə idi? Müsbət m və n. Gördüyünüz kimi burada m çıxdı, amma biz burada əksini götürürük. Yəni müsbətini götürdük. İndi bizdə burada m-in yerinə durur? 4 çıxılsın a. 4 çıxılsın a. Bərabər olacaq və apsisi nədir? 2. Bizdə də m apsisi də x, burada y deyək. Buradan onda mənfi a bərabər olacaq mənfi 4 üstəgəl 2. Buradan mənfi a bərabər olacaq mənfi 2. A da bərabər olacaq müsbət 2. Deməli biz a-nın qiymətini tapdıq ki, neçədir? Müsbət 2. Yox, biz burada əksini götürmədik bir dəqiqə uşaqlar. Biz burada əksini götürməliyik. Burada mənfi m idi axı. Yəni mənfi m-i müsbət m kimi götürürük. İndi burada da qarşısında əgər müsbətdirsə, biz bunun mənfisini götürməliyik. Yəni olacaq mənfi 4 çıxılsın a bərabərdir 2-yə. Buradan olacaq 4 çıxılsın a bərabər mənfi 2-yə. Buradan da a bərabər olacaq 4 üstəgəl 2, yəni 6-ya. İndi düz tapmış olduq. Deməli, a-nın qiyməti oldu neçə? 6. İndi a-nın qiyməti 6-dırsa, burada tək duran m də elə y-in təpə nöqtəsi, yəni ordinatı idi. Və məndə burada sərbəst hədd olacaq 3-də 2a. Burada artıq n müsbət də olanda müsbətini götürürük, mənfi olanda mənfisini götürürük. Yəni olduğu kimi götürürük. Onda 3-də 2a bərabərdir. Olacaq a-nın yerinə 6 yazdım. 3-də 2 vurulsun 6 bərabər ixtisar gedər. Burada 2 qalar. 2-ni də 2-yə vuranda eləyəcək 4. Yekun cavabımız oldu 4. Buranı silək, keçək 19-cu suala. Deyir ki, uyğun tərəfləri perpendikulyar olan iki bucaqdan biri digərindən 88 dərəcə kiçikdir. Tutaq ki, uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlar ya bir-birinə bərabər olur, ya da onların cəmi 188 olur. Deməli, bunlar bir-birinə bərabər deyil. Onda birini x götürsəm, bucaqların digəri olacaq nə? X plus 88. İndi bunların cəmi nə olmalıdır? 180-ə bərabər olmalıdır. X plus 88 bərabər 180-ə. Buradan 2x bərabərdir. 180-dən 88 çıxsaq qalacaq 92. Buradan da x bərabər olacaq neçəyə? 46-ya. Deməli, bucaqlardan biri oldu 46 dərəcə. Digərləri də olacaq 46 plus 88. Bu da eləyəcək neçə? 134 dərəcə. Bəli. Bizdən hansını soruşur? Böyük olan. Yəni olacaq 134 dərəcə. Keçək 20-ci suala. Deyir, A parametrinin isə tam qiymətində kvadrat tənli 2 müxtəlif kökü var. Deməli, 2 müxtəlif kök olması üçün, deməli, deyir, A parametrinin isə tam qiymətində 2 müxtəlif kök olması üçün ümumiyyətlə nə olmalıdır? Diskriminant böyük olmalıdır 0-dan. Yaxşı. Onda gəlin diskriminantı böyük eləyək 0-dan. Onda olacaq D bərabər B kvadratı, yəni mənfi 6-nın kvadratı eləyəcək
36 çıxılsın AC 4AC olacaq. 4 vurulsun A vurulsun A, yəni 4A kvadrat böyük 0-dan. Buradan hər tərəf 4-ə bölərəm. Neçə düşür? 9 çıxılsın A kvadratı böyük 0-dan. Buradan da yazaram 3 çıxılsın A, bir də 3 üstə gəlsin A-ya. Böyük 0-dan. Ədəd oxu üzərində bir 3 götürəcəm. Daha doğrusu -3, bir də 3 götürəcəm. Bunlara qiymət verək. 3-dən böyük qiymət versəm mənfi, müsbət, mənfi olacaq. Mənə də 0-dan böyük hissə lazım. Yəni bu ortadakı hissə. Və burada ciddi bərabərsizlik olduğu üçün -3-ün 3-ün özü daxil deyil. Onda bu aralıqda olan olacaq -2, -1, 0, 1 və müsbət 1. Mənfi nə idi? Müsbət 1, müsbət 2. Başqa yoxdur. Olacaq cəmi neçə ədəd? Deməli burada oldu 5 dənə kök. Amma bu aralığa düzdür 0 da daxildir. Amma 0-ı götürməyəcəyik. Niyə? Yəni A-nın yerinə 0 qoysaq elə burada demək olar ki, x kvadratın əmsalı 0 olacaq. Yəni bu artıq islah olur. Burada kvadrat tənlikdən söhbət gedə bilməz. Ona görə 0-ın özünü götürmürük. -1, -2, 1 və 2-ni götürəcəyik. Yəni 4 kök. Keçək 21-ci suala. Buranı təmizləyək. 21-ci sualda deyir ki, ABC üçbucağında AB AD-yə bərabərdir. Yəni bu ikisi bərabərdir. BAC 70 dərəcə. Yəni bu bucaq 70 dərəcədir və bərabər yanlıdır. Sonda bu hissələr neçə qalır? 180-ə 70 çıxanda 110. Bura olacaq 55, 55. Yəni bərabər yanlı üç bucaqda oturacaq bitişik bucaqlar bərabər. İndi bizdə bir də BCA, yəni bu bucağı verib 30 dərəcə. Bizdən də hansı bucağı soruşur? CBD-ni. Yəni bu bucağı soruşur. Burada olsun 1x. Onda bu bucaq verilib 30 dərəcə. Bu bucaq 70 dərəcədir. Cəmi eləyici 100. Onda təpə bucağın neçə dərəcə qalacaq? 80 dərəcə. Bunlardan biri 55-dir, biri x. Onda olacaq, yazıram. X üstə gəlsin 55 bərabər 80 dərəcəyə. Buradan da x bərabər 80-dən 55 çıxanda qalacaq 25 dərəcə. Yəni doğru cavab oldu 25. Keçək 22-ci suala. Deyir, taxta parçasının 5 bərabər hissəyə bölünüb. Əgər bölünmüş taxtaların deyir hər biri 3 sm daha qısa olsaydı, taxta parçası 8 bərabər hissəyə bölünəcəkdir. Taxta parçanın ümumi uzunluğunu tapın. Onda gəlin biz bu bərabər hissəyə bölünmüş hər bir hissəni 5 bərabər hissəyə bölünür. Bax, o hissələrin hər birinə 1x deyək də. Onda 5 bərabər hissəyə bölünübsə, bir hissəsi x santimetrdirsə, onda 5 ümumi uzunluq olacaq nə? 5 vurulsun x-a. Bu da bərabər olmalıdır. Digər tərəfdən bu x belə desək, x santimetr hissələrə bölünmüşdür. İndi bunu 3 santimetr qısaltsaq, yəni olacaq nə? X çıxılsın 3. Və burada da deyir x minus 3 olsa 8 bərabər hissəyə bölünər. Onda mən bir hissəsi x minus 3 isə 8 hissə olacaq 8 vur x minus 3. Yəni bu da eləyəcək ümumi taxtanın uzunluğu. Bu da ümumi taxtanın uzunluğudur, bu da ümumi taxtanın uzunluğudur. Onda burada olacaq 5x bərabərdir 8x çıxılsın 24-ə. Buradan da 5x-dən 8x çıxanda qalacaq -3x bərabər -24. X də bərabər olacaq neçəyə? Müsbət 8-ə. Bu oldu təbii ki bir hissəyə ayrılmış, o kiçik bir hissə bölünmüş hissə, balaca hissə. Amma bizdən ümumi taxtanın uzunluğu soruşur. Ümumi taxtanın uzunluğu ya 5x-də ya da burada. Gətirib yerinə yaza bilərim. Olacaq 5 vurulsun x-a, o da bərabər 5 vurulsun x-imiz 8-dir. Bərabər eləyəcək neçəyə? 40 sm. Yəni doğru cavab oldu 40 sm. Keçək 23-cü suala. Buranı da sildim. Deyir, tənliyi ilə verilmiş çevrənin daxilinə çəkilmiş bərabər tərəfli üçbucağın perimetrini tapın. Deməli, biz bilirik ki, bərabər tərəfli üçbucağın xarici bucağı, çünki deyir nə? Həmin çevrənin daxilinə çəkilib da bu bərabər tərəfli üçbucaq. Onda burada böyük yer. Deməli, xaricdən çəkilmiş radius. Onu necə tapılır? A vurulsun kök altında 3 bölünsün 6, yox, burada 3 idi. 3 şəklində. Bunu da bərabər eləməliyəm nəyə? Radiusum neçədir? R kvadratı 16-dırsa, onda erim olacaq 4. Burada həmişə r kvadratına bərabər olur. 16-dırsa, onda radiusum olacaq neçə? 4. Buradan olacaq 4 bərabərdir. 3-də a kök altında 3. Buradan da çarpaz vursa olacaq a kök altında 3. Çarpaz vuranda olacaq bərabər 12-yə. Hər tərəfdə kök altı 3-ə bölsəm olacaq 12 bölünsün kök altında 3-ə. Bunu da irrasionallıqdan azad eləsəm olacaq 12 kök altında 3. Aşağıda qalacaq 3. Böləndə qalır 4 kök altında 3. Hər tərəf kök altı 3-ə vurdum. Deməli, tərəf oldu neçə? 4 kök altında 3-ə. Bərabər tərəfli üçbucaq olduğu üçün P bərabər olacaq 3A-ya. O da bərabər 3 vurulsun 4 kök altında 3 bərabərdir 12 kök altında 3-ə. Deməli, perimetri oldu 12 kök altında 3. Buranı təmizləyək, keçək 24-cü suala. 12 kök altında 3.
Deməli 24-cü sual deyir, 1-dən 16-ya qədər 16-da daxil olmaqla natural ədədlərdən təsadüfən seçilmiş 2 ədədin birinin sadə ədəd olduğu məlumdursa, digərinin də sadə ədəd olması hadisəsinin ehtimalını tap. Deməli 1-dən 16-ya qədər neçə dənə sadə ədədimiz var? 2, 3, 5, 7, sonra 11, bir də 13. Başqa yoxdur ki, yox. Deməli oldu 1, 2, 3, 4, 5, 6. 6 dənə sadə ədədim oldu 1-dən 16-ya qədər. İndi bunlardan birini seçiblər. Bunlardan birini seçiblər. Tutaq ki, 2-ni götürüblər də sadə ədəd kimi. Neçə dənə ədədim qaldı? 1, 2, 3, 4, 5. 5 dənə mənim sadə ədədim qaldı. Deməli, mən ehtimal tapanda P ehtimal bərabərdir. Əlverişli halların sayı bölünsün mümkün halların sayına. Deməli, mənim neçə əlverişli halım oldu? 5 dənə. Artıq birini götürmüşük, 5 dənəsi qalır. Mümkün halların sayı. 1-dən 16-ya qədər elə 16 dənə ədədim var idi. Onların içindən biri seçildi. Bir dənə sadəsi götürüldü. Yəni 16-dan birini çıxacam, qalacaq 15. 15 ilə də olacaq mənim mümkün halım. Bu da təbii ki, 5-ə ixtisar gedir, qalar neçə? 3-də 1. Deməli, yekun cavabım olacaq 3-də 1. Buranı təmizləyək, keçək sonuncu sualımıza. Deyir, kəsini ixtisar eləyin. Burada ortaq məxrəc eləsi olacaq sürəti. Olacaq 3x-də x kvadrat çıxılsın 9. Bölünsün. Buradan da 2-ni çıxardacağım. Olacaq x plus 3-ə. Böləndə tərsinə vuruq da bərabər olacaq. Bunun açılışın yası olacaq x minus 3. Bir də x üstə gəlsin 3 şəklində. Aşağıda da 3x olacaq. Bir də vurulsun. Böləndə tərsinə vuram. Olacaq 1 böl 2 vurulsun. X plus 3. Buradan da x plus 3-lər ixtisar gedər. Bərabərdir qalacaq. Məxrəcdə qaldı 3x. Sürətdə də qaldı 1 vurulsun x minus 3. Elə eləyəcək nə? X minus 3-ün özü. Deməli, yekun cavabım oldu 3x-da x çıxılsın 3. Bu günlük bu qədər uşaqlar. Ümid edirəm sizə bir yararı toxundu. Təbii ki də bunu izləyənlərə mütləq şəkildə yararı toxunacaq. İmtahanda öz bəhrəsini görəcəklər. Yenə dediyim kimi, əgər istəsəz, sabah yenə canlı açarıq. Orada da bir-iki sual işləyib sizə həm motivasiya verərəm, həm də sizə istiqamət verərəm. İstəyirsinizsə, şərh bölməsində qeyd edərsiniz. Sizə bol-bol, qucaq dolusu uğurlar, zehn açıqlığı. İnşallah hər bir şagird istədiyi nəticəni əldə edər. Sağ olun.